Y bərabərdir k bölünsün x üstü 2 n üstü gəlsin bir də. Əgər yenə də k müsbət olarsa, onun qrafiki bu formada yerləşəcəkdir. Əlimdəydi, video dayandı və təzədən çəkmə məcburiyyətində qaldım. Gəldik funksiyaların iki xətti funksiyanın qarşılıqlı vəziyyətinə. Bu qarşılıqlı vəziyyət biraz sizi xatırladacaq. Deməli, hansı dərsim? Tənliklər sistemi dərsini biraz xatırladacaq. Y bərabərdir bizə 2 dənə tutaq ki, y bərabərdir k1 x gəlsin b1 və k2 x gəlsin b2 funksiyalar verilmişdir. Qarşılıqlı vəziyyətini müəyyən etmək istəyiriksə, əgər k-ları bir-birində fərqli olarsa, bu zaman deyirik ki, funksiyanın qrafikləri kəsişəcək. Və ya əgər yadınızdadırsa, yazırdıq A1 bölünsün A2 fərqlidir, B1 bölünsün B2. Bunun nə deyirdi? Bir həlli var və onun deyirdi qrafiki necədir? Kəsişir. Baxın, o elə bil bu deməkdir də, yəni o qaydalar bir-biri ilə belə qarşılıqlı əlaqəlidir. Hər hansı bir yerdə onların qrafikləri kəsişəcəkdir. Sonra k-ları bir-birinə bərabər, b-ləri fərqli olanda. Bu da sizə xatırlatmalıdır. A1 böl A2, B1 böl B2-yə bərabər idi. Amma C1 böl C2 fərqli olanda deyirdik ki, bunlar bir-birinə paraleldir və ya deyirdik ki, bunun həlli yoxdur. Bunların qrafikləri bir-birinə bu vəziyyətdə yerləşəcək. K-ları bərabər, b-ləri fərqli olacaq. Məsələn, y bərabərdir 5x üstə gəlsin 3, y bərabərdir 5x çıxılsın 7. Bu funksiyalar bir-birinə paraleldir. Niyə? K-ları bərabərdir, b-ləri isə bir-birinə fərqlidir. K-ları ümumiyyətlə fərqli olanda y bərabərdir 3x üstə gəlsin 8, y bərabərdir 2x çıx 7. K-ları bir-birinə fərqli olduğuna görə bunlar bir-birinə kəsişəcəkdir. K-ları və b-ləri bir-birinə bərabər olanda, əgər yadınıza gəlirsə, b1 və bunların nisbətləri bir-birinə bərabər olanda deyirdik ki, onlar üst-üstə düşür və sonsuz sayda həlli vardır. Deməli, məsələn, y bərabərdir 3x üstə gəlsin 8, y bərabərdir 8 üstə gəlsin 3x. K-ları bərabər, b-ləri də bərabərdirsə, buna deyilir funksiyaların qrafiki üst-üstə düşəcəkdir. 2 dənə funksiya üst-üstə düşür və sonsuz sayda həlli olur. Gəldik, deyəsən, kvadratik funksiya. Yəni, ən çox danışacağımız bu olacaq. Kvadratik funksiya və onun xassələri və qurulma qaydası. Hamısını yazmışam. İnşallah yaxşı öyrənərsiniz. Y bərabərdir ax kvadrat üstə gəlsin bx üstə gəlsin c formasında olan və burada a təbii ki, sıfırdan fərqli olmalıdır. Niyə? Çünki a sıfıra bərabər olsa əgər bu yoxa çıxır. O demək ki, artıq bir xətti funksiyaya gedəcəkdir. Biz isə nədən danışırıq? Xətti funksiyadan danışırıq. Üzrlə istəbiləyim video kəsik formada oldu, çünki biraz problem yaşadım. Kvadratik funksiya, bir də başdan başlayayım və onun xassə və qurulması. Bildiyimiz kvadratik tənliklər, ax kvadrat üstə bx üstə gəlsin c bərabərlik y oldu. Bu bir kvadratik funksiya olur. Təbii ki, burada a sıfırdan fərqli olmalıdır. Qrafikin adı nədir? Qrafikin adı, deməli, paraboladır. Parabola. Yəni, adətən bu formada olur. Yumru. İndi bu qrafikin vəziyyəti necə olur və ya necə qurulur? A, yəni A əmsalı, x kvadratın əmsalı əgər deməli müsbət olarsa, qollar yuxarı olur. Qollar yuxarı elə mənim indi çəkdiyim şəkil. Məsələn, A müsbətdir, üzü yuxarı olacaq belə və ya belə. İstənilən bir yerdən yəni keçməsi mümkündür və ya belə. Qollar yuxarı olur. Bir də var A mənfi olarsa. A mənfi olarsa, onun qolları üzü aşağıya doğru olacaq. Belə istənilən bir yerdən yəni çəkmək mümkündür nümunə üçün. Təpə nöqtəsi. Təpə nöqtəsi nədir? Demək, bax, kvadratik funksiyada, tutaq ki, bu bir funksiyadır. Təpə nöqtəsi, bax, bura nəzərdə tutulur. Bu nöqtənin deməli, qiymətlərini, koordinatlarını tapmaq üçün, x-ini və y-ini tapmaq üçün təpə nöqtəsi m-dir. M necə olur? M nədir? M mənfi b bölünsün 2a ilə hesablanır. A, b, c, yəni bu əmsallardır da. N də sizin elə bildiyiniz n-dir. Yəni 4ac çıx b kvadratı böl 4a düsturundan istifadə olunub yazılır. Təyin oblasti. Təyin oblasti nədir? Təyin oblasti yəni df-dir.
Burada x deməli istənilən qiymət ala bilər. Bir problemi yoxdur. Qiymətlər oblastı nədir? Qiymətlər oblastı bayaqların biz bunun qiymətlər oblastı ilə bağlı danışdıq. Harda danışdıq? Harda danışdıq? Harda danışdıq? Burada danışdıq. Deyək ki, bunun qiymətli oblastı A müsbət olanda n də müsbət sonsuzluğa, mənfi olduqda mənfi sonsuzluqdan n-ə qədərdir. N də burada elə bildiyiniz həmin o məşhur n-də də 4a çıx b kvadratı bölünsün 4a-dır. Deməli, A deməli müsbət olduqda, yəni üzü qolları yuxarı olduqda mənfi sonsuzluqdan m-ə qədər azalır. M-dən müsbət sonsuzluğa artır. Yəni bu nə deməkdir? Bu funksiyanın qrafiki. A müsbətdir. Qollar yuxarıdır. Deməli, artım azalma aralığı necə bilirik? M yəni burada M. Burada bu nöqtəsi. Azalma nədir? Bax, yuxarıdan görürsünüz aşağıya doğru düşüb. Buna deyilir azalma aralığı. Yəni hara? Mənfi sonsuzluqla M-ə gedir. Bax, buradan üzü yuxarıya doğru gedir. Buna da deyilir artma aralığı. Yəni M-dən müsbət sonsuzluğa artır, mənfi sonsuzluğa M-ə azalır. Amma qollar üzü aşağı olsa, məsələn, belə formada olsa, burada artıq tərsinədir. Baxın, buradan bura qədər artma aralığıdır. Buradan bura qədər isə onun azalma aralığıdır. Bunu nəyə görə bilə bilərsiniz? Bax, bu qiymətdə, məsələn, olur mənfi 2. Bu qiymətdə aldıq, tutaq 3. Nə oldu? Artdı da, y artdı da bu hissədə. Və ya, məsələn, bu qiymət, bu aralığında 4 alıb. Burada isə gəldi mənfi 1 oldu. Nə oldu? Aşağı düşdü də. Onda buna deyirlər azalma aralığı. Yəni, artma azalma qrafiklə də müəyyən edə bilərsiniz. Funksiyanın sıfırları. Funksiyanın sıfırları nə deməkdir? Ax kvadratı üstə gəlsə bx üstə gəlsə c formasında olan funksiyanın sıfırlarını tapmaq üçün onu sıfıra bərabər edib həll edirsiniz. Məsələn, 4x kvadratı üstə gəlsin 3x üstə gəlsin 8 bizə belə bir funksiya verib. Deyir, bunun sıfırlarını tap. Nə edəcəksiniz? Onu sıfıra bərabər edib sıfırlarını tapacaqsınız. O sıfırlar nədir bəs? O sıfırlar. Bax, bunu çəkdik. O sıfırlar nədir? Sən tapdığınız sıfırlar. X oxunu harda kəsdiyini bildirir. Məsələn, bunu hesabladınız. Diskriminant x1, x2. Tapdığınız ədədlər sizin x oxunu harda kəsdiyini bildirir. İndi, əgər diskriminant müsbət olarsa, onun qrafiki bu formada olur. Yəni, nə demək istəyirik? Diskriminant müsbət olan nə deyirik? Deyirik, onun 2 həlli var. 2 həlli var, o demək ki, onu 2 nöqtədə kəsir x oxunu. Diskriminant sıfıra bərabər olanda deyirik ki, onun 1 həlli var. 1 həlli olması onun x oxuna toxunub keçdiyini bildirir. Toxunub keçir. Bir dənə ortaq nöqtəsi var. Diskriminant sıfırdan kiçik olanda, diskriminantın sıfırdan kiçik olması onun x oxunu kəsmədiyini bildirir. Adətən buna deyilir həlli yoxdur da, həlli yoxdur, yəni x oxunu kəsmir. Təbii ki, mən bu indi yazdıqlarım, təxminən balaca göstərdiklərim A-nın müsbət olan halıdır. A-nın mənfi olan halında, yəni qolları üzü aşağı olanda, bu formada olanda deyirik ki, onun 2 həlli var və ya diskriminant sıfırdan böyükdür və ya toxunub keçəndə deyirik diskriminant sıfıra bərabərdir və ya 1 həlli var, çünki bir nöqtədə kəsir və ya onu heç kəsməyəndə deyirik ki, diskriminant sıfırdan kiçikdir, çünki x oxunu heç bir yerdə kəsməmişdir. Davam edək. C nədir? C burada deməli ax kvadratı bx c. C burada y oxunu harda kəsdiyini bilir. Məsələn, biz bayaqların xətti funksiyanı çəkən qrafikini quranda 5x üstə gəlsin 3. X-ə 0 verdik, y-ə tapdıq. Y-ə 0 verdik, x-ə tapdıq. Yəni, biz x-ə 0 verəndə y oxunu harda kəsdiyini tapdıq. Y-ə 0 verəndə x oxunu harda kəsdiyini tapdıq. Eyni şey buna burada yəni yazsaq, bayaqların dediyi x funksiyanın sıfırlarını tapanda, bəs funksiyanın sıfırlarını tapanda onun
y-i sıfıra bərabər eləyirik. Tapdığımız x1, x2 onu kəsdiyi nöqtələri bildirir. İndi biz məsələn gəlib x-ə 0 versək, bu gedir. Bu gedir. C qalır da bir dənə y bərabərdir C nöqtəsi onun y oxunu harda kəsdiyini bildirir. Məsələn bir funksiya verilib bizə. Belə bir şey tutaq ki 3, -3, 4, bu da 7 olsun. -7 olsun. Deyək ki, məsələn, bunun C-sini tap. C-sini tapmaq istəyəndə C burada -7-yə bərabərdir. Niyə? Çünki o y oxunu -7 nöqtəsində kəsmişdir. Yəni, bəs onun funksiyanın sıfırları nədir? Funksiyanın sıfırları -3 ilə 4-dür. Əgər bizə funksiya, yəni bu y bərabərdir ax kvadratı üstə gəlsin bx üstə gəlsin c deyil ya. Əgər o bizə funksiyanı o şəkildə yox, bu şəkildə vermişdirsə, onda deyirik ki, həmin bu m-i, təpə nöqtəni m-i tapmağa ehtiyac yoxdur düsturuna. Çünki həmin burada verdiyi m bizim x-imiz, təpə nöqtənin koordinatlarını yəni buradan çıxarda bilərsiniz də. N isə bizim y-imiz olacaqdır. Təpə nöqtəsi mn-dir. Aşağıda cümlə qeyd edilmişəm. Funksiyanın təpə nöqtəsi hansı rübdə yerləşir? Demək, bu funksiyanın təpə nöqtəsinin hansı rübdə yerləşdiyini tapmaq üçün dedik ki, təpə nöqtəsi mn-dir. Dedik, bəs mn nədir? M bərabərdir. -b bölünsün 2a-dır. N nədir? 4ac çıx b kvadratı bölünsün 4a-dır. M bərabərdir. -b. B bizə nədir? -8. 2a, yəni 2 vurulsun 1. Bu da 2 mənfi bizə müsbət verdi. 8 də 2-yə böləndə elədi 4. N bizdə nədir? N bizdə 4 vurulsun a 1. C, yəni 27, çıx b kvadratı, yəni 64, bölünsün 4a, yəni 4 vurulsun 1. 4-ü 1-ə 4, 4-ü 27-yə vuranda eləyir, deməli, 108, 108-dən 64-ü çıxanda, 108-dən 64-ü çıxanda, məsələn, burada ixtisarına da yazmaq olar, hər biri 4-ə gedir. Bu da 4-ə getdi, 16 qaldı. 27-dən də 16-dan çıxanda eləyir 11. Deyir ki, bəs bu təpə nöqtəsi harada yerləşir? Biz təpə nöqtəsini tapanda rüblər keçmişdi. Bundan əvvəlki dərsimizdə də oxşarlıqda keçmişdi. Deməli, x-i də müsbətdir, y-i də müsbətdir. X-in də müsbət olduğu yer birinci rübdə olur. Funksiyasının qrafikini məsələn qurun. Qəşəng bir funksiyadır. A bərabərdir 1, B bərabərdir 4, C bərabərdir 3. Təpə nöqtəsini dedik tapmaq üçün, funksiyanın qrafikini qurmaq üçün birinci biz funksiyanın qrafikini qurmaq üçün birinci təpə nöqtəsi, yəni m-ni tapaq. Əvvəla onda deyək ki, A 0-dan böyükdür. Yəni, qollar üzü yuxarı baxacaq. Bu bir. M bərabərdir. -b, yəni 4, bölünsün 2a, yəni 2. Bu elədir -2. M bərabərdir. 4ac, 4 vurulsun, 3 vurulsun 1. Çıxılsın b kvadratı, yəni 16, bölünsün 4. 4-də yəni 1-ə vurduq, yəni 4-ə yəddə. 1 yazım. 12-dən 16 çıxanda elədi -4, -4 4-ə böləndə elədi -1. Biz təpə nöqtəsinin koordinatını tapdıq. -2, -1. -2, -1. X-in -2-si, y-in -1-i. Təxminən yerləşsin buralarda bir şey. Təpə nöqtəmiz budur. Gəldik indi x oxunu harada kəsdiyini tapmaq istəyirik. Məsələn, yəni funksiyanın sıfırlarını tapmağa. Funksiyanın sıfırlarını tapmaq üçün üstə gəlsin üst bərabərdir 0. Diskriminantla da tapmaq olar, vietlə də tapmaq olar. x1 üstə gəlsin x2 bərabərdir -4, x1 vurulsun x2 bərabərdir 3. Bu nə ola bilər? Bu -3 ilə -1-dir. x1 -3-dür, x2 də -1-dir. Həmin nöqtələri burada tapırıq. X-in -1-i bura. Gələk bunu biraz böyük çəkəydim. Deməli,
Təpə nöqtəsi -2, -1. Təxminən olsun bura. Sonra x1, x2'ni tapdıq -1 ilə, olsun buralar. -3. Bax, nöqtələrimizi başqa rənglə indi. Nöqtənin biri budur, biri budur, biri də budur. Hər iki təpə nöqtəni tapmışıq, funksiyanın sıfırlarını tapmışıq. Sonra y oxunu harda kəsdiyini tapmalıyıq. Y oxunu harda kəsdiyini tapmaq üçün də x-ə 0 deməliyik. Y bərabərdir 0, 0, 3. Yəni harda yerinə qoydum? X kvadrat üstə gəlsin 4x üstə gəlsin 3 də yerinə qoydum və elə də cavab 3. Deməli bu funksiya y oxunu 3-də kəsir. Bunu da qeyd elədim bura. İndi funksiyanın qrafikini quraq. Yəni nöqtələri birləşdirək. Oldu. Belə bir şey. Biz xəttləri də üzü yuxarı istədiyiniz qədər uzada bilərsiniz. Təxmini çəkdik. Əyri olsa da. Başqa nəyimiz var? Ay, hələ biz bundan danışmamışıq. Və bundan da bitəcək. Y bərabərdir. Kökdə x funksiyası var onun qrafiki. Kökdə x funksiyası burada x kök altında olduğuna görə demişdik kökdə də cütlərdə hazırda 2'dir burada. X burada mənfi qiymətlər ala bilməz. Deməli df burada sıfırdan müsbət sonsuzluğa doğru qiymətlər ala bilər. Df sıfırdan müsbət sonsuzluğa qədər qiymətlər aldığına görə də yf də sıfırdan müsbət sonsuzluğa doğru qiymətlər alacaqdır. Qrafik isə belə olur. Bu formada. Bu da kökdə x-in qrafikidir. Sizə bir video atacağım. Deməli bax, y bərabərdir x kvadratı. Qrafiki koordinat başlanğıcından keçən əyridir. Y bərabərdir x kvadratı üstü gəlsin, məsələn 5. Qrafiki 5-dən keçən paraboladır. Y bərabərdir x kvadratı çıxarsan 5'in qrafiki -5'dən keçən bu formada olur. Yəni bunun qrafiki bu formadadır. Davam edək. Y bərabərdir x çıx 3'ün kvadratının qrafiki deyəndə x oxunda 3'ü qeyd edirsiniz. Buradan keçən parabola. Y bərabərdir x üstə gəlsin 3'ün kvadratı deyəndə -3'ü qeyd edirsiniz və buradan keçən parabola. Y bərabərdir x çıx 3'ün kvadratı üstə gəlsin 4 qrafikin qur deyəndə qrafiki deməli x qeyd edirsiniz 3'ü və çöldəki də y oxu boyunca sürüşmədir də. Yəni çöldə olan y oxu boyunca sürüşmədir, içəridə olan x oxu boyunca sürüşmədir. Sadəcə çöldə olanı özün olduğu kimi götürürsünüz. İçəridə olanı isə əksi ilə götürürsünüz. X-in -3 yazılmışdı deyə 3 götürdük. Çöldə isə müsbət 4'dür. Müsbət 4 qeyd etdik. Buradan təpə nöqtəsi, buradan olan bir kvadratik funksiyanın qrafiki olacaqdır. Nə qaldı demədiyimiz? Deməli, məsələn, bizə bir funksiya versə, tutaq ki, belə. Belə bir funksiya verib. Deyir ki, burada A-nın, B-nin, C-nin və diskriminantın işarəsini müəyyən edib. Əvvəla A burada, qollar özü yuxarı olduğuna görə A müsbətdir. Diskriminant dedik ki, hal-hazırda funksiya x oxunu 2 nöqtədə kəsdiyinə görə belə çıxır ki, diskriminant 0-dan böyükdür. C dedik ki, y oxunu harda kəsdiyini bildirir. C, y, yəni oxunu, funksiya y oxunu mənfi yerdə kəsdiyinə görə 0-dan kiçikdir. B-nin işarəsini necə tapırlar? B-nin işarəsini tapmaq üçün bir neçə qayda var. Mən sizə bunun qısasını deyəcəm. Əgər y oxunu kəsəndən sonra üzü aşağıya doğru gedirsə mənfidir. Yox, əgər y oxunu kəsəndən sonra bax y oxunu kəsəndən sonra üzü yuxarıya doğru gedirsə, deyirik ki, B burada müsbətdir. İndi məsələn bunun işarələrini yazıq ki, bunu da çəkmişkən işarələrini də tapaq. A burada qollar üzü aşağı olduğuna görə 0-dan kiçikdir.
X oxunu 2 yerdə kəsdiyinə görə diskriminant 0-dan böyükdür. C də Y oxunu harda kəsdiyini bildirir. Müsbət yerdə kəsdiyinə görə müsbətdir.